Salam uşaqlar, çoxluqlar mövzusundan, demək olar ki, son mövzu olan Eyler-Venn diaqramına baxaq güvən tapşırıqlarından. Deməli, test A. Şəkildəki rənglənmiş hissə A və B çoxluqları arasındakı hansı münasibəti göstərir? Əgər hər tərəf ortada, kənarlar da birləşibsə, adından da göründüyü kimi bax dedik. Deməli, bu birləşmədir. 1B. İkincisi, deyir ki, sinifdəki şagirdlərin 20 nəfəri ingilis dili, 14 nəfəri alman dilini öyrənir. Şagirdlərin 8 nəfər həm ingilis, həm də alman dillərini öyrənir. Həm ingilis, həm alman sözü, həm sözü varsa, deməli, bunlar ortaqlarına aiddir. Yəni, Eyler-Venn diaqramı yazdığımız zaman, bura yazaq alman, bura yazaq ingilis. Alman nə qədər idi? Alman 14, ingilis 20. 8 nəfərdə deyir hər ikisi. Hər ikisi biz bilirik ki, Eyler-Venn diaqramında ortadakıdır, yəni kəsişmə nöqtəsidir. Biz ortada əgər bu 8-i yazmışıqsa, almanla ingilisi tapmaqdan ötürü 14-dən 8-i çıxaram, deməli, eləyər 6, 20-dən də 8-i çıxaram, eləyər 12. Yəni 6 almana yazılacaq, 12 də ingilisə yazılacaq. Mən sizə sual versəm ki, yalnız alman dilini öyrənən şagirdlərin sayı nə qədərdir? O zaman yalnız deyirəmsə, təkcə bax bu hissə götürüləcək, bura. Bura götürülməyəcək. Amma desəm ki, ümumilikdə alman dilini öyrənən nə qədərdir? 6 üstəgələk 8, yəni 14-ü götürmüş oluruq. Burada da bizdən nəyə soruşurdu? Bu sinifdə neçə dənə şagird var? Neçə dənə şagird var tapmaqdan da ötürü bu 3 dənə ədədi toplanmalıyıq. Yəni 6 üstəgələk 8, üstəgələk 12. Bu deyilir 26 nəfər. Variant olaraq da A variantı. Üçüncü sual. Sinifdəki şagirdlərin 23 nəfəri ingilis dilini, 9 nəfəri alman dilini öyrənir. Şagirdlərin 4 nəfəri həm ingilis, həm də alman dillərini öyrənir. Yenə Eyler-Venn diaqramımızı quraq. Bura alman yazaq, bura ingilis yazaq. Almanı öyrənən 9-dur, ingilisi 23. Alman 9-dur, ingilis 23-dür. 4 nəfər də hər birini öyrənir. 4 nəfər də həm ingilisi, həm almanı öyrənir. Yenə digər tərəfləri tapmaqdan ötürü 9-dan çıxaram 4-ü, alaram 5, yazaram almana. 23-dən çıxaram 4-ü, alaram 19-u, yazaram ingilisə. Sinifdəki neçə şagird var soruşduğuna görə 5 üstəgələk 4, üstəgələk 19. Yəni sinifdə 28 şagird var. Dördüncü tapşırıq görəyi nə deyir? Deyir ki, A çoxluğu 1 və 20 arasında tək olan ədədlər çoxluğu, tək ədədlər çoxluğu. 1 ilə 20 arasında tək ədədlər çoxluğunu yazaq. Deməli, 3, 5, 7, 9, 11, 13, 15, 17 və 19. Bunu yazdıq. Sonra deyir ki, B çoxluğu isə 1 və 20 arasında 4-ə bölünən ədədlər çoxluğu. B də 1 ilə 20 arasında 4-ə bölünən ədədlər çoxluğu. 4, 8, 12 və 16 yazdıq. Sonra deyir ki, A kəsişir B çoxluğunda neçə element var? A kəsişir B. Biz bilirik ki, kəsişmə nə deməkdir? Yəni, ortaqları qeyd eləmək deməkdir. Burada fikir versəz, heç bir ortaq yoxdur. Əgər bir çoxluqda heç bir element yoxdursa, biz ona boş çoxluq deyə bilərik və yaxud da deyə bilərik ki, heç bir çoxluğu yoxdur, yəni sıfırdır. Burada boş çoxluğu verməyib, təkcə sıfırı verib, elə variant olaraq da D variantını götürmüş oluruq. 5-ci sual. Venn diaqramında riyaziyyat və Azərbaycan dilini öyrənən şagirdlərin sayları verilib. Diaqrama əsasən Azərbaycan dili öyrənənlərin sayının yalnız riyaziyyat öyrənənlərin sayından neçə nəfər çox olduğu. Mən bu diaqramı bura qoyum. Bura yazaq riyaziyyat, bura yazaq Azərbaycan dili 9, 6, 5. Bizə deyir ki, Azərbaycan dilini öyrənənlər. Bax, yalnız demir, deyir Azərbaycan dilini öyrənənlər. Yəni, 9 üstəgələk 6. Bu eləyəcək 15. Azərbaycan dilini öyrənənlər 15 nəfərdir. Yalnız riyaziyyatı öyrənənlər. Artıq yalnız sözü gedirsə, deməli, bu bir tərəfinə baxacaq. Riyaziyyat da yalnız 5-dir. Deyir ki, bunlar neçə nəfər çoxdur, yəni bir-birindən. 15-dən də 5-i çıxarıq, taparıq ki, 10 nəfər çoxdur. Variant olaraq C variantı. 6-cı sual. 6-cı da eyni bunun kimidir. Belə bir diaqramımızı quraq. Bura yazaq riyaziyyat, bura yazaq Azərbaycan dili 8, 9 və
5. Gəlin sualımızı oxuyaq. Deyir ki, riyaziyyat öyrənənlərin sayının, riyaziyyat öyrənənlər nə qədərdir? 9 üstə gələk 8, yəni 17 nəfərdir. Azərbaycan dilinə baxaq nə deyir? Yalnız Azərbaycan dili öyrənən, yalnız da Azərbaycan dili öyrənən 5 nəfərdir. Yenə çoxluğunu soruşur. 12 nəfər. Variant olaraq D variantı. 7-ci sual. Sinifdəki 23 şagirddən hər biri ya şahmat ya da dama oyunundan ən az birini oynayır. Şahmat oynayanlar 19 nəfərdir, dama oynayanlar 8 nəfərdir. Şagirdlərdən neçəsi yalnız şahmat oynayır? Gəlin diaqramımızı quraq. Belə bir diaqram qururuq. Neçə nəfərdir? Deməli, bura şahmat olsun, bura dama olsun. Kənarda da yazırıq, şahmata deyir 19 nəfərdir. Damaya da deyir ki, 8 nəfərdir. Deməli, sinifdə də ümumiyyətlə 23 şagird var. Biz belə məsələlər ki, bizə heç bir şey vermirsə, yalnız məsələn şahmat oynayanların sayı ilə ortağı vermirsə, daha doğrusu biz ortağı tapmalıyıq ki, neçə nəfər həm şahmata gedir, həm də damaya gedir. Nətər tapırıq? 19-un üstünə 18-i gəlirik. 19-un üstünə 8 gəldiyimiz zaman 27 edir. Ümumi 27 deyək ki, şagird var. Amma bizdə nə qədər şagird idi? 23 idi. Çıxarıq, qalar 4. Deməli, 4 nəfər həm şahmata gedir, həm də damaya gedir. Şahmata gedənlər nə qədər idi? 19 idi. Damaya gedənlər nə qədər idi? 8 idi. Yenə bu digər tərəfləri tapmaqdan ötürü 19-dan mən çıxaram 4-ə eləyər 15. 8-dən çıxaram 4-ə eləyər 4. Bura yazarıq 4, bura yazarıq 15. Buradan da yalnız şahmat oynayanların sayını soruşduğuna görə variant olaraq C variantı. 8-ci sual. 8-ci sualda eyni şeydir. Belə bir şəkildə yazaq. 25 şagirddən 12 nəfəri voleyboldur. Bura voleybol yazaq. Burada futbol yazaq. Voleybol deməli 12 nəfərdir. Futbol 10 nəfərdir. 5 nəfər həm voleybol, həm də futbol komandasında iştirak edir. Aha, bunu verir artıq. Gəlin digər tərəflərin quraq. Bura olacaq 7, bura olacaq 5. Yazdıq 7, 5. Sonra deyək ki, sinifdə neçə nəfər heç bir komandada iştirak etmir. Baxaq görək sinifdə neçə nəfər var. Hələ gəlin birinci onu tapaq. Sinifdə neçə nəfər olduğunu tapmaqdan ötürü 7-nin üstünə 5 gələrəm, üstə 5 gələrəm. Eləyər bu 17 nəfər. 17 nəfərdirsə 25 nəfərdən bu həmin 17-ni çıxaram. Alaram ki, 8 nəfər heç bir yarışda iştirak etmir. 9-cu. A-ya verir 1, 2, 3, 4. B-yə verir 3, 4, 5. C-yə də verir 2, 4, 6. Deyir ki, A birləşir B, sonra da kəsişir C. Gəlin A ilə B-nin birləşməsini yazaq. A ilə B-nin birləşməsi. Birləşmə demişik ki, əgər bir ədəddən 2 dənədirsə, biz bir dəfə yazırıq. Bu oldu 5. Çünki 3 ilə 4-dən 2 dənə idi. Buna bir K çoxluğu deyirik. Hər dəfə fərqləndirməkdən ötürü bunu qeyd eləmişik. Deməli, K kəsişəcək C ilə. K-da olan elementləri C ilə birləşdiririk. Deməli, 2, 4. 2, 4 ortaqlarıdır. Yəni, kəsişmə çoxluqlar elementləridir. D. Və sonuncu 10-cu misal. 10-cu misalda deyək ki, 20 və 15 ədədlərinin bölənləri üçün Venn diaqramlarından hansı doğrudur? Gəlin birinci 20 ilə 15-in bölənlərini yazaq. 1-dir, 2-dir, 4, 5, 10, 20-dir. 15-də isə 1, 3, 5, 15-dir. İndi ortaqlarına baxırıq. 1, 5. 1 ilə 5 ortaqdır. Yəni, burada da var, burada da var, burada da var. Baxırıq kənarlarına. Biz demişik ki, əgər 1 ilə 5 ortağa yazmışıqsa, digər tərəflərə hansını sanki işarə eləməmişiksə, onları yazmalıyıq. Yəni, 2, 4, 10, 20. Digər tərəfə də 3 ilə 15 yazarıq. Yəni, burada variant eləyər A variantı. Bura baxsaz görərsiniz ki, 5 var. 5 burada da var, burada da var. Bu olmaz. Burada isə 2-dən 2 dəfə yazılıb, 3-dən 3 dəfə yazılıb. Bu da olmaz. Variant olaraq elə A variantı uyğun gəlir. Bundan sonra bir dənə qal KSG 5A-dan KSG 5B. Digər sonraki mövzularımız inşallah dəyişən olan ifadələr olacaq bu şəkildə.